Tamam. Gəlin, dim test toplusundan qarşı ötürmə mərkəzindən keçən ox ətrafına fırlanan diskin hərəkəti mövzusuna aid olan bir neçə testə baxaq. Birinci testə baxsaq, deyir şəkildə O mərkəzindən keçən ox ətrafına fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin bucaq sürətləri arasındakı hansı münasibət doğrudur? Gəlin baxaq. Burada nə görürük biz? İç-içə verilmiş 2 dənə disk. Eləmi? Bunlar nədir? Bu mərkəzindən keçən ox ətrafına fırlanan diskdir. Qarşılı ötürməyə aid deyil. 1-2 nöqtəsi bir çevrə üzərindədir, bir diskin üzərindədir. 3 nöqtəsi isə digər bir diskin üzərindədir. Biz bilirik ki, bu cür formada, yəni biz bunlara konsentrik çevrə kimi baxırıq. Bu formada verilən testlərdə nə olurdu? Period, tezlik, omega, yəni bucaq sürəti və dövrlərin sayı nə olurdu? Dəyişmirdi. Konstant olurdu. Yəni indi burada da cavab olacaq D variantı. Gəlir indi O mərkəzindən keçən ox ətrafında fırlanan disk üzərində 3 nöqtə təsvir olunmuşdur. Bu nöqtələrin dövretmə periodları arasında hansı münasibət doğrudur? Eynilə yuxarıdakı test kimi periodu, tezlikdir, bucaq sürətidir və dövrlərin sayıdır. Yenə burada da nə olacaq? Bir-birinə bərabər olmuş olacaq. D variantı. Gəlir indi üçüncü suala. Eynilə burada da sadəcə olaraq rəqəmlərin yerini fərqli veribdir. Dəyişən heç bir şey yoxdur. Burada da cavab olacaq D variantı. Gəlir indi maraqlı testlərdən biri olan təcil. Artıq təcil bərabər olmayacaq. Burada biz radiuslara görə, məsafəyə görə baxacağıq. Tutaq ki, qəbul edək ki, buradan bura qədər R-dir. Buradan bura qədər isə 2 R-dir. Təcilin düsturunu yazsaq, R-lə olan düsturu. A bərabərdir mən omega kvadratı R formasını yaza bilərəm. Eləmi? Çünki bizə elə bir düstur lazımdır ki, həmin düsturdakı kəmiyyətlərdən biri sabit olsun, digəri dəyişən olsun. İndi burada A ilə R dəyişir. Necə dəyişir? Düz mütəmadi. Yəni A1-in A2-yə nisbəti bərabər olur R1-in R2-yə nisbətinə. İndi gəlin buradan yazaq, baxaq. Mən 1 ilə 2-ni müqayisə eləyəcəm. Zaten 2 ilə 3 bir-birinə bərabər. Çünki eyni bir diskin üzərindədir və məsafə də eynidir. A1 bölünsün A2 bərabərdir. R1-imiz nə qədərdir? R-dir. R2-miz nə qədərdir? 2. R-dir bərabərdir. 2-də 1. Eləmi? İndi mən buradan alıram ki, A2 bərabərdir 2A1-ə. Yəni A2 A1-dən 2 dəfə çoxdur. Deməli A2 bərabərdir A3-ə. Zaten 2 ilə 3 bir-birinə bərabərdir. O da böyükdür A1-dən. B bəndi. Gəlir indi növbəti bir testə. 5 nömrəli də eyni bunun kimidir. Həll edə bilərsiniz. Radiusdan düz mütənasibi asılı olaraq. Gəlir indi xəttə sürətlərin təyinində. İndi mən buradan bir çevrə keçirsəm, nə almış oluram? Görürəm ki, mərkəzləri eyni olan A çevrəsi və B çevrəsi, eləmi? İndi bizə də veribdir ki, OA məsafəsi, yəni bu məsafə, bu OB məsafəsindən 2 dəfə çoxdur. Yəni mən buranı R qəbul eləsəm, buranı da 2R qəbul eləyə bilirəm. İndi gələk A və B nöqtənin xəttə sürətlərinin nisbətini tapaq. Yəni, V bərabərdir omega R düsturuna görə, yəni omega sabitdir, R dəyişir. Yenə də V ilə R nə cür asılıdır? Düz mütənasib asılıdır. V A bölünsün V B
bərabərdir nəyə? R-A bölünsün R-B-yə bərabər. R-A nədir? R-A 2R 2R R-B nə qədərdir? R. İxtisarımızı aparırıq. Cavab nə qalır? 2. Yəni A bəndi 7 nömrəli testdə eyni ilə bunun kimidir. Gələk indi 10 nömrəli testdə. Burada artıq qarşı ötürməsidir. A nöqtəsinin fırlanma tezliyi, A-nın fırlanma tezliyi n A yazıq. Nə qədərdir? 4 saniyə üstü -1. B nöqtəsinin fırlanma tezliyini hesablayın deyir. İndi biz bilirik ki, qarşılı ötürmələrdə sadəcə nə? V bərabərdir konstant. V bərabərdir konstant. Digər kəmiyyətlər isə dəyişir. Necə dəyişir? Gəlin V-nin düsturunu yazaq. Tezliklə. V bərabərdir 2 pi r n. Eləmi? Gəlin buradan n-i tapaq. N bərabərdir V bölünsün 2 pi r. Deməli, burada bir kəmiyyət sabitdir, digər kəmiyyət isə dəyişəndir. Yəni, tezliklə n-A bölünsün n-B radius nə cür asılıdır? Tərs mütənasib asılıdır. R-B bölünsün R-A. Yəni, buradan bunu hesablayaq. N-A bölünsün N-B. Daha doğrusu N-A-nı biz bilirik. N-A-nı verirlər. Yəni, N-A-nın yerinə N-A nə qədərdir? 4. Bərabərdir. R-B-miz nə qədərdir? 2R-dir. R-A-mız nə qədərdir? R. R-ləri ixtisar aparsaq, qalır nə? 2. İndi buradan da N-B bərabər olmuş olur. 4 bölünsün 2-dən 2-yə. Cavab. Gəlin bunu mən sizə başqa yolunu da öyrədim. Mən buradan baxıram ki, radiusdan tezlik nə cür asılıdır? Tərs asılıdır. Burada B-nin radiusu A-nın radiusundan 2 dəfə çoxdur. Deməli, B-nin tezliyi A-nın tezliyindən 2 dəfə az olmuş olacaq. A-nın tezliyi 4-dür. Hesablamadan mən şifahi olaraq da deyə bilərəm ki, radius 2 dəfə çox olduğuna görə tezlik də 2 dəfə az olacaq. Yəni 4-dən 2 dəfə az. Cavab A bəndi.